yaxşıdır. Mənim mama müalicə almalıdır şəkərə görə. Başa düşürsünüz? Şəkər dərmanları içməlidir. Türkiyədən, Azərbaycandan dərmanlar içməlidir. Mənim anam dərman içmir. Qalxır şəkəri 450-yə, koma vəziyyətinə, başlayır əsməyə belə. Tuturuq ona aparıq klinikalara, müalicəyə. Belə olmaz axı. Arvadın diyetası yoxdur. Bu adamın diyetası yoxdur. İçmir də bacı, dərman içmir, qurban olum. Dərmanı deyir, mən deyir, xoşlamıram dərmanı. Sən xoşlamağınla deyir, axı, sən mütəmadi dərmanla yaşamalısan. Mütəmadi dərmanla yaşamalıdır da bu. Mənim anam 6 aydan beri həyata qayıdır. Bu il həyata qayıtdı yenə tezdən. Əlbəttə içməlidir. Türkiyədən bir dənə də dərman var, interesli. Ondan da içməlidir. Kimə deyirsən? Deyir, Xırdalanda bir dənə aptek var, Heydər Parkından aşağı. O kişi yaxşı kişidir, həm də adama resepin zadı deyir, başa salır. Düz Heydər Parkından aşağı belə düşürsünüz, üzbəüz aptekdir. Soldakı aptek. Çox gözəl aptekdir. Oradakı qızlar bilir ki, mən nə zülüm çəkirəm bu arvadın əlindən. Azardan arıqlasın, qoşun niyə Camal. Bilmirəm kişinin adı nədir. Dodağım yox aşkım, pomada sürtürəm. Köhnə bazarın yanında yo. Heydər Parkının 2 dənə giriş çıxışı var. Biri Bravo tərəfdə, biri bu biri tərəfdə. Heykəldən üzbəüz aşağı düşürsünüz. Bir yol gedir məktəb tərəfə, getmirsən, düşürsən aşağı. Üzbəüz şey var, aptek. Mən dünə dəli olmuşum, dünə mən özümdə də örüydüm. Dünə Raula siqnal verirəm ki, qaç tez gəl. Bugün özümə gəlmişəm, inarsan. Ona görə şəkər adamlar dərman qəbul edir. Açıq kişi Camaldır. Yaxşı kişidir o, çox gözəl insandır. Pulu tapdım, qonşu verdi. Türkiyədən gələn dərmanın adını bilmirəm ki. Anam Türkiyədən dərman içir ki. Anam koma vəziyyətinə düşür o. Sonra düzəlir. Onda da sistem yazırlar ona. Sistem onun bədənini təmizləyir, yuyur, qoyur. Dərmanlar yazır. İndi normal. İndi düzəlib. İndi yaxşıdır. Başa düşmür, təriş o başa düşmür. O başa düşmür ki, mən havalanıram ona nəsə olanda. Mən giz oluram. Başa düşmür o. Şəxsi də yazsam siz mənə cavab verərsiniz. Mənə promoy nömrəmə yazın, xanım. Yaz promoy nömrəmə, səhifədə nömrəm var. İçmir bacı, içmir. Dərman sadı içmir. 480, şəkər nə deməkdir? 480. Koma. Komadır, öyle böyle ağzı elde gitti. Yolu. Əsir belə. Özündə olmur, kafası gedir. Başı gedir. Başı gedir, hiçbirimizi tanımır. Ağlını itirir, bizi tanımır. Anam. Onun elə deyib gülməyinə baxmayın. Onun elə deyib. Mənim xalam niyə öldü? Xalam niyə ölüb? Şəkərdən. Mənim xalamın barmaqları kəsik idi. Niyə görə? Mənim xalam özünə baxan qadın idi. Bahalı ayaqqabılar giyinirdi. Bahalı ayaqqabılar giyinirdi, ayağı olurdu yara. Bu da yara ayağına koyurdu Vişnovski maz. Çirkini çıxardırdı, nə bilim az malli, zat. Barmaqları kəsilə getdi. 3 dənə bu ayağında, 2 dənə bu ayağında. Ondan sonra dizindən istədilər kəssinlər. Biz onu apardıq İstanbul Enes Klinikasına. İstanbul Enes Klinikasında xalamın qeydiyyatı var. Orada mənim xalamın damarlarını açdılar. Bilmirəm, mənim o savadım yoxdur, bilmirəm.
Onun o damarlarını açdılar, ayağının qaraltısı getdi. Sonra xalamı o qədər əsəbləşdirdilər, o qədər gəldilər onun yanında dır. Bu kimdir? Exi salam. Bu nə deməkdir? Mən bunun eks aşkıyam. Hə, tanımadım sizlə harda öpüşmüşəm bilmirəm ki. Harda nömrə verdim, istiqamət və deyil, dəqiqləşdiriciyəm. Şeydir. Qardaş deməkdir, mən nə bilim. Elə biləm eks deyir mənə. Mən nə bilim. Azarda qalmışdıq, ana müqəddəsdir. Hə, xalama o qədər gəldilər, qapısının ağzında ağladılar, sızladılar, ağladılar. Xalamı elə şəkəri qalxdı ki, xalam sidiyə gedə bilmirdi. Xalam yatdı, durmadı. İnarsan, şəkər adamı öldürür, amma şəkərlə yaşamaq istəyirsənsə, bu cəmaatdan uzaq olmalısın. Vallahi. Az xalamla əl çəkeyim, anamla maraqlanım. Anama neyim mən? Anama neyim? Mən anamı əsəbləşdirirəm. Mən ona zarafat edirəm. Vallahi mən onu əsəbləşdirmirəm. Quran and olsun. O günləri götürdü, raşapı vurdu qoluma, bax. Buna bax. Tüfürdü, bir dənə tüfürcü, bir stəkanlıq üzümə tüfürdü, çıxdı, getdi. Mən filan kəslə danışmıram, sən filan kəs xəstədir, yanına getdin. Söhbəti yox deyir danışmağa. Mən filan kəsdən küstüm, sən də küs. Az mən balaca bağça uşağıyam, az bağçada qaldıq biz. 53 sən yaşın var, 32 də mənim. Mən küstüm, sən də küs. Mən silirəm, sən də sil, ay bacı. Qoşulurdum buna, xalamın qızı ilə, zadı ilə, küsürdüm, eləyirdim. Bazı bir də görürdüm 2 gün sonra planla. Sənə qurban olaram, ölərəm ayağımın altında. Ay, kimdən darsa filan kəs, az demədim, bəs danışma ona. Ay, mən dolab blok atmışam axı. Mama qurban, sən bilmədiyin şeylər var. Az bilmədiyin şeylər nədir? Sən mən cəmaat atdım axı blokoji. Mən hansı üzrəm daxım onun üzrə? Yox, tema öldü, getdi. Mama qurban, mama qurban. Getdi, söhbət getdi. Ondan sonra özümə söz vermişəm ki, bunun ipini heç bir quyuya düşəndürəm. Deyir, bununla danışma, gedib danışıram onacıqla. Sərf eləməyəndə də deyir, şəkərim qalxdı. Tırnaqlarım yemədi. Sənin yaşından çox görünür. Pozitiv qadınlar sana qurban olmaz mən. Mən hər şeyimdir, hər şeyim. Yola da getməsəm ona, mənim hər şeyimdir. Aşkımdır mənim, aşkım. Az mən indidən başım çatmır, yaşlaşıqsa nədir? Qoluma heç vallahi anam eləyib, Qurana trajokla vurub, Allah'ın da zasos döyür, maç döyür, güc döyür. Bax, maç yerlərini göstərmişdim hamımıza, qiriyyətli bacılarım. Mən sizdən heç nə gizlətmirəm. Bir dənə getdiyim yerlər var, bir iki dənə onu gizlədirəm. Belə hər şeyimi sizinlə paylaşıram. Paylaşmaq güzəldir. Amma bunu anam... Ay Allah, ay Allah, ay Allah. Salam qohum, mən sən qohumun döyürəm, mən Tetonda böyümüşəm, rədd ol.